Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Balakəndə minik avtomobilləri toqquşub, xəsarət alanlar var. Hadisə Balakən şəhəri ərazisində baş verib. Rayonun Tulukənd sakini Üzeyir Bayramovun idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə rayonun Qazməmmədkənd sakini Rafiq Ukalayevin idarə etdiyi Opel markalı minik avtomobili toqquşub. Qəza zamanı VAZ 2106 markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Həvva Mollaqardaş qızı Bayramova və Opel markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fatimə Murtuzəli qızı Ağverdi və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Balakən rayon polis şöbəsində araşdırma aparılır.